misal üçün deyəcəm, Türkiyədə təhsil almış həkimlərin çoxusu türk kəlmələrindən istifadə edirlər, çünki təhsil aldığı dil odur. Üstəgəl ünsiyyətdə olduğu çevrədə odur. Onlarla davamlı olaraq ünsiyyətdədirlər və o adamların türk kəlmələrindən istifadə etməsindən normal bir şey yoxdur. Əgər bir müddət orada yaşayıb, dilə məruz qalaraq həmin kəlmələri öz lüğətlərinə salıblarsa, Azərbaycana qayıtdıqdan sonra təmizlənmə prosesi baş verməlidir. Mən sizə haqq qazandırıram. Əgər adam yeni qayıdıbsa, nə bilim 4-5 aydır burdadırsa, həmin təmizlənmə prosesinin biraz yavaş getdiyini düşünmək olar. Sözünüzü kəsəcəm, üzr istəyirəm. İşi mi, dili mi? Yəni işini yaxşı görsün də bu adam da. Azərbaycan dilində lap belə cəhcəh vursa, amma işini yaxşı görmürsə, nə edirəm mən bunun dilini? O mövzu ilə razıyam. Hətta mən bütün seminarlarımın sonunda deyirəm ki, sizin hamınıza şirin dil arzuluyuram. Elə deyirəm. Yəni istəyirsiniz ləhcə ilə danışın, istəyirsiniz aksent olsun. Amma yaxşı danışmağın nəyi pisdir ki, sualı da həmişə aktualdır. Mən razıyam. Düşünən beyinlər üçün bir şərait yaradılmalıdır. Nəticə etibarı ilə görürsüz, son vaxtlarda nə qədər dırnaqarası sürgünlər edilir. Tibbi təhsili olmayan adamlar, güya heç kim indiyə qədər bunları görmürdü və s. İşlərini yaxşı bacarmırdılar, amma bəziləri Instagram fenomeni idi. Bütün günü danışırdılar və bəziləri həqiqətən də yaxşı danışırdı. Pasiyent baxırdı, deyirdi ki, bu dəqiqə onun yanına getməsəm ölərəm. Dərdimin əlacı ondadır. Bəzən bunlar tərs mütənasib ola bilir. Amma nə gözəl olardı, həm işini yaxşı bacarsın, həm də ünsiyyətdə olduğu adamı razı sala bilsin. Məsələn, adam həkimdir, düzdür, elə həkimlər tanıyıram, doğrudan da möhtəşəmdir. Çıxır çölə, xəstə yaxınıdır, canla gözləyir. Onun üçün fərqi yoxdur. Sən professorsan, 1000 ildir bu işi görürsən, adamın həyati təhlükəsinin olub-olmaması səndən asılıdır deyil. Onun üçün heç nə fərqi yoxdur həmin o xəstə yaxını üçün. O səndən bu an bir təsəlli cümləsi gözləyir. Bu təlimlərdə öyrəndiyimiz məsələlərdən biri bayaq dediyim artistizm qabiliyyətidir. Sənin üçün məsələn, sən çayxanada işləyirsənsə, oradan bura çay süzmək sənin üçün çox asan bir şeydir. Amma bir başqası üçün qeyri-adi ola bilər. Sən üçün girdin, əməliyyatı elədin, çıxdın. O adama necə cavab verməlisən? Deməli, artistlik eləməlisən də. Burada nitq qabiliyyəti ortaya gəlir. Yəni, mövzu təkcə Azərbaycan dili deyil ki, ümumiyyətlə ünsiyyətdir. O ünsiyyətin içində sən bir neçə alətə sahibsənsə, lazım olanda bunu götür, lazım olanda onu götür. Xəstə yaxını ilə danışırsansa, deməli sən daha mülayim səs tonuna keçməlisən. Üzündə xəfif bir təbəssüm olmalıdır. Narahat olmayın, hər şey qaydasındadır. Bir-iki şirin söz seçib deməlisən, sizi anlayıram, gözləyək, hər şey yaxşı olacaq. Hər şey yaxşı olacaq. Təyyarə qəzasında bu ifadəni xatırlayırsınız, hər birimizin qulağında cingildiyir. Yeri gələndə mövzudan mövzuya keçmiş kimi görünür, amma əslində bir zəncir var. O bələdçi xanım, hökümə xanım bunu deməyə də bilər, düzdür, amma o anında belə adam əslində oturub ağlamalıydı. Bilir ki, öləcək. O anında belə yenə vəzifəsini yerinə yetirmək üçün həmin cümlədən istifadə elədi. Bu da peşənin, vicdanın gətirdiyi bir tələbdir. Əslində bu mövzular çox dərin mövzulardır. Çox şaxəli mövzulardır. Adam bilmir hansı hissəsindən yapışsın və onu daha dəqiq danışsın.